Keçmişi dəyişmək. Yəqin ki, bu bəşəriyyətin ən qədim arzularından, eyni zamanda da ən böyük qorxularından biridir. Yaxşı, bəs əgər bu həqiqətən də mümkün olsaydı, kainatın özünü məhv etmədən bunu necə bacara bilərdi? Gəlin bu məsələnin lap dərinliyinə enək. Baxın, bu sual zaman səyahəti haqqında düşünəndə ağlımıza gələn ən fundamental ziddiyyətdir. Təsəvvür elədiniz, missiyanızı yerinə yetirdiniz. Amma bir dəqiqə, əgər siz heç vaxt doğulmamısınızsa, bəs o zaman keçmişə qayıdıb bu işi görən kim idi? Bugünkü təhlilimizdə bax bu mürəkkəb sirri addım-addım açmağa çalışacağıq. Əvvəlcə sualın özünə, yəni paradoksun mahiyyətinə baxacağıq, sonra zamanın hansı dəyişməz qanunlarının bu problemi yaratdığını öyrənəcəyik, bundan sonra bu düyünü aça biləcək 3 mümkün həll yolunu təqdim edəcəyik və nəhayət bütün bunların bizim üçün fəlsəfi olaraq nə demək olduğunu müzakirə edəcəyik. Hər şey hekayəmizin mərkəzindəki o məntiqə sığmaz cinayətlə başlayır. Bir nəticənin öz səbəbini ortadan qaldırması. Gəlin bu paradoksun tam olaraq nə olduğunu aydınlaşdıraq. Buna tutarlılıq paradoksu da deyirlər, amma əslində bu tam bir məntiqi qapanmadır. Siz babanızı öldürürsünüz, buna görə də heç vaxt doğulmursunuz. Yaxşı, amma əgər heç doğulmamısınızsa, o zaman babanızı kim öldürdü? Bu, kainatın səbəb-nəticə qanununun bildiyimiz hər şeyin tamamilə çöküşü deməkdir. İndi isə gəlin işləri biraz da gəlizləşdirək. Təsəvvür edin ki, bir zaman maşınınız var. Shakespeare'in bütün əsərlərini götürüb keçmişə, hələ gənc və tanınmamış bir yazar olan Shakespeare'in özünü aparırsınız. O da bu əsərləri sadəcə köçürüb öz adıyla nəşr etdirir. Bəs onda bu şah əsərləri əslində kim yazıb? Baxın, bu bootstrap paradoksu və ya ontoloji paradoks kimi tanınır. Burada məlumatın və ya obyektin heç bir başlanğıc nöqtəsi yoxdur. O, sanki heç nədən yaranıb və səbəb-nəticənin bir-birini bəslədiyi sonsuz bir döngüdə mövcuddur. Predestination filmini izləmisinizsə, orada bu ideya ən ağlasılmaz həddə çatdırılır. Bir personaj mürəkkəb bir zaman döngüsü nəticəsində sözün əsl mənasında özünün həm anası, həm də atası olur. Yaxşı, bu məntiqi cinayəti həll etmək üçün əvvəlcə hadisə yerini araşdırmalıyıq. Yəni, zamanın özünün hansı qanunlara tabi olduğunu anlamalıyıq. Bu paradoksu yaradan fundamental qaydalar hansılardır? David Lewis kimi filosoflar bu sualların üzərində çox baş sındırıblar. Onlar deyirlər ki, bizim zamanı necə qavradığımız əslində bütün bu paradoksun təməlini qoyur. Gəlin onların təqdim etdiyi 2 əsas baxış bucağına nəzər salaq. Bir tərəfdə A seriyası nəzəriyyəsi var. Bu, bizim intuitiv zaman anlayışımıza çox uyğundur. Yəni, yalnız indi realdır, keçmiş artıq yoxdur, gələcək isə hələ yaranmayıb. Zaman bir çay kimi axır. Bu baxışa görə, keçmişə səyahət etmək mövcud olmayan bir yerə getmək kimi bir şeydir, yəni mənasızdır. Digər tərəfdə isə B seriyası, yəni blok kainat nəzəriyyəsi var. Təsəvvür edin ki, zaman bir kitab kimidir. Keçmiş, indi və gələcək, hamısı o kitabın səhifələri kimi eyni anda mövcuddur. Zaman səyahəti bu modeldə sadəcə bir səhifədən digərinə keçmək kimidir. Amma bunun da bir bədəli var. Əgər bütün səhifələr artıq yazılıbsa, bu bizim azad iradəmizin olmadığı anlamına gəlmirmi? Bax, filosof Paul Horvich'in bu fikri bütün müzakirənin istiqamətini dəyişə bilər. O deyir ki, keçmişi dəyişdirmək, yəni olmuş bir şeyi olmamış etmək, ilə ona təsir etmək, yəni onsuz da baş verəcək bir hadisənin səbəbi olmaq arasında dağlar qədər fərq var. Bəlkə də paradoksa düşmədən zaman səyahətinin açarı, bax bu incə fərqdə gizlidir. Beləliklə, qanunları anladıq, indi isə gəlin bu sirri həll edə biləcək 3 əsas şübhəlini, yəni 3 mümkün həll yolunu nəzərdən keçirək. Birinci şübhəlimiz Novikovun öz tutarlılıq prinsipi. Bu prinsipə görə keçmiş dəyişdirilə bilməz. Sanki daşa həkk olunub. Siz nə edirsinizsə edin, kainat paradoksların yaranmasına imkan verməyəcək. Bu ssenarinin ən gözəl nümunələrindən biri Harry Potter və Azkaban məhbusundadır. Yadınızdadır, Harry onu ruh əmicilərdən xilas edənin atası olduğunu düşünürdü. Amma keçmişə gedəndə məlum olur ki, o xilas edici sehri edən əslində özünün gələcəkdən gələn formasıdır. O, keçmişi dəyişmir, sadəcə onsuz da baş vermiş hadisələr zəncirindəki öz rolunu oynayır. Yaxşı, bəs əgər keçmiş dəyişməz deyilsə, ikinci həll yolu elmi fantastikanın sevimlisi olan çoxlu kainat nəzəriyyəsidir. Bu yanaşmaya görə keçmişi dəyişdirmək sizin zaman xəttinizi silmir. Əksinə, hər bir kritik qərarınız tamamilə yeni, alternativ bir reallıq yaradır.
Bunu Avengers Endgame filmində xalq çox gözəl izah edir. Keçmişə gedib bir dəyişiklik etdikdə öz gələcəyinizi dəyişmirsiniz. Siz sadəcə ağacın bir budağını qırıb yeni bir budağın böyüməsinə səbəb olursunuz. Sizin öz zaman xəttiniz olduğu kimi qalır, amma siz artıq tamamilə fərqli bir reallığın parçasısınız. Və nəhayət üçüncü və bəlkə də ən zərif, ən ağlasığmaz həll yolu kvant mexanikasının ehtimallar dünyasından gəlir. Bu ən qəribə, amma bəlkə də ən tutarlı izahlardan biridir. Baxın, bu yanaşma digərlərindən tamamilə fərqlidir. Burada kainat sizə dayan, bunu edə bilməzsən deyə bir divar hörmür. Əksinə o, babanızı öldürməyinizlə nəticələnəcək hər hansı bir hadisənin baş vermə ehtimalını riyazi olaraq sıfıra indirir. Təsəvvür edin, babanızı atəş açmağa çalışırsınız, amma güllə həmişə 1 millimetr kənara gedir. Ya da silahınız tutulur, ya da ayağınız büdrəyir. Siz cəhd etməkdə azadsınız, amma uğurlu olmağınızın ehtimalı sıfırdır. Səbəb fərqli ola bilər, amma nəticə həmişə eynidir. Paradoks baş vermir. Bu həll yollarının hər biri əslində bizi daha dərin bir suala gətirib çıxarır. Bu səyahətin fəlsəfi bədəli nədir? Biz həqiqətən azadıq, yoxsa taleyimiz əvvəlcədən yazılıb? Sabit zaman xətti nəzəriyyəsi hər şeyin əvvəlcədən müəyyən edildiyini, yəni determinizmi dəstəkləyir. Biz sadəcə əvvəlcədən yazılmış bir sinaridə öz rolumuzu oynayan aktyorlarıq. Çoxlu kainat nəzəriyyəsi isə hər seçimin yeni bir reallıq yaratdığını deyərək azad iradəyə qapı açır. Filosof Ted Sider'in bu sualı çox yerindədir. Əgər keçmişi dəyişə bilmirsinizsə, sizi saxlayan nədir? Hansısa mistik bir qüvvə, yoxsa sadəcə olaraq uğur qazanmağınızın məntiqi cəhətdən qeyri-mümkün olması faktı özü bir qandal deyilmi? Bütün bu dəlilləri və şübhələri nəzərdən keçirdikdən sonra gəlin yekun sualımıza qayıdaq. Nəticə nədir? Keçmişi həqiqətən dəyişmək mümkündür ya yox? Beləliklə əlimizdə 3 əsas cavab var. Birinci cavab sərt bir xeyirdir. Stephen Hawkingin xronoloji qoruma fərziyyəsində dediyi kimi, təbiət qanunları sadəcə olaraq paradokslara icazə vermir. İkinci cavab daha fəlsəfi bir xeyirdir. Sabit zaman xəttinə görə siz keçmişi dəyişmirsiniz. Çünki siz onsuz da həmin keçmişin bir parçasınız. Və nəhayət üçüncü cavab, şərtli bir bəli. Bəli, keçmişi dəyişə bilərsiniz, amma bunun nəticəsində yaranan yeni reallıq sizin öz gələcəyiniz olmayacaq. Sonda baba paradoksusu bizi sadəcə bir fizika tapmacasından daha dərin bir suala gətirib çıxarır. Və bu sual zaman səyahətindən daha çox bizim özümüz haqqındadır. Həyatımızın nə qədəri bizim seçimimizdir və nə qədəri əvvəlcədən müəyyən edilmiş bir yoldur. Bu, cavabını hələ də axtardığımız bir sualdır.